Təvazökarlıq insanın özünü kiçiltməsi deyil, əksinə özünü dərk edib başqalarına hörmət göstərməsidir. Təvazökar insan həm özünü, həm də ətrafını ucaldır. Dünya çox zaman böyüklük, şöhrət, üstünlük tələb edir. Amma əsl gözəllik insanın təvazökarlığında, sadəliyindədir. Təvazökar insan sözündə, hərəkətində həmişə səmimi olur. Peyğəmbərimiz buyurub, təvazökar olan Allah yanında ucalar. Bu nə deməkdir? Bu o deməkdir ki, təvazökarlıq insanı həm dünyada, həm axirətdə ucaldır. Təvazökarlıq həm də insanın öz gücünü və zəifliyini doğru qiymətləndirir. O qürurdan uzaq durmağa, həqiqəti qəbul etməyə kömək edir. Unutma, təvazökarlıq insanı daha çox sevindirir və ona xoşbəxtlik gətirir.